Bugün növbəti dərsimizdir və bugün sizlə şəxs əvəzliklərini keçəcəyik. Şəxs əvəzlikləri çox asan bir mövzudur. Burada şəxs əvəzlikləri hallar üzrə dəyişməyini göstərir bizə. Amma biz yalnız adlıq halına baxacağıq sizlə. Ya, mən, ty, sən, on, ana, o deməkdir. Bir də ano da var, orta cins üçün nəzərdə tutulub. Burada yazım onu sizin üçün əlavə olaraq. Bunlar tək sayda adlıq halında olan yiyəlik əvəzliklərdir. Gəlin bir də təkrarlayaq. Ya, mən, ty, sən, on, o kişi cinsində, ana, o qadın cinsində və ano orta cinsdə. İndi gəlin cəm sayda yiyəlik əvəzliklərinə, şəxs əvəzliklərinə baxaq. Deməli, m biz deməkdir, v siz, ani onlar. Bunlar isə cəm sayda olan şəxs əvəzlikləridir. İndi isə yiyəlik əvəzlikləri. Adlıq halında yiyəlik əvəzlikləri kimin sualına cavab verir? Kimin kişi cinsində çey, qadın cinsində çiya, orta cinsdə çiyo, cəm sayda isə çi deməkdir. Bu əvəzliklərin hamısı Azərbaycan dilinə kimi tərcümə olunur? Kişi, qadın, orta, cəm sayda. İndi mənim, moy və maya. Moy kişi cinsindədir, maya qadın cinsindədir. Это мой друг. Bu mənim dostumdur. Это моя подруга. Bu mənim rəfiqəmdir. Ты, sən. Bu sənin dostundur. Это твой друг. Bu sənin rəfiqəndir. Это твоя подруга. Это он. Bu odur. Это его друг. Это его подруга. Его yiyəlik əvəzliyi gördüyünüz kimi cins üzrə dəyişmir. Ana, ее onun olacaq. Bu onun dostudur. Это ее друг. Это ее подруга. Ее yiyəlik əvəzliyi həmçinin dəyişmir. Это мы, bu bizik. Bu bizim dostumuzdur. Это наш друг. Kişi cinsində наш. Bu bizim rəfiqəmizdir. Это наша подруга. Это вы, bu sizsiz. Bu sizin dostunuzdur. Это ваш друг. Bu sizin rəfiqənizdir. Это ваша подруга. Это они, bu onlardır. Это их друг, это их подруга. Bu onların dostudur, bu onların rəfiqəsidir. Buradan biz nə nəticə çıxardırıq? 3 dənə yiyəlik əvəzliyi dəyişmir. Его, ее, bir də их. Baxın, həm kişi cinsində, həm qadın cinsində eyni forma ilə istifadə olunurlar. İndi gəlin kimin sualına baxaq və verilən isimlərə sual verək. Nümunəyə nəzər salaq. Birinci, dom, ev, çey dom, kimin evi? Dom kişi cinsindədir, ona görə də çey istifadə elədik. Sumka, çanta, qadın cinsindədir. Çiya, sumka, kimin çantası? Pismo, məktub, orta cinsdədir. Çiyo, pismo, kimin məktubu? Titradi, cəm saydadır, dəftərlər. Çi, titradi, kimin dəftərləri? Deməli, şkaf, dolab, kimin dolabı? Çey, şkaf, şkaf kişi cins. Sistra, bacı, qadın cinsindədir. Çiya, sistra. Banan, kişi cinsindədir. Çey, banan. Fanar, kişi cinsindədir. Çey, fanar.
Mıyla, sabun. Orta cinsdədir. Çiyo, mıyla. Dokumenti, sənədlər. Cəm saydadır. Çiyi, dokumenti. Karandaş, kişi cinsindədir. Çey, karandaş. Mать, ana. Qadın cinsi. Çiya, mать. Jurnal, kişi cinsi. Çey, jurnal. Taksi, orta cinsdədir. Çiyo, taksi. Slavar, kişi cinsi. Çey, slavar. Kravat, qadın cinsində. Çiya, kravat. İmina, adlar. Çi, imina, cəm say. Nyanya, dayə. Çiya, nyanya, qadın cinsi. Sapok, çey, sapok, kişi cinsi. Kenguru, çey, kenguru, kişi cinsi. Pasport, çey, pasport, kişi cinsi. Kresla, çiyo, kresla, orta cins. Çimadan, çey, çimadan, kişi cinsi. Familiye, soyadlar. Çi, familiye, cəmdədir. Bu sözləri artıq sizə özünüz üçün verirəm. Müstəqil şəkildə özünüz cinslərini təyin edə bilərsiniz.